Hər kəsə salam və növbəti təhlilimizə xoş gəlmisiniz. Bugün biz sadəcə hansısa qədim bir mətni oxuyub keçməyəcəyik, yox. Biz ona tamamilə fərqli bir bucaqdan əsl mentorun, yəni rəhbərin gözü ilə baxacağıq. Bunu daxildən xaricə doğru sarsılmaz və dürüst bir icma qurmağın yollarını öyrədən əsl ustad dərsi kimi düşünün. İstər kiçik bir komandaya rəhbərlik edin, istərsə də böyük bir icmanın parçası olun, inanın mənə. Buradakı prinsiplər insan əlaqələrinin ən dərin qatlarına işıq salır. Hazırsınız? Gəlin başlayaq. Qısa olaraq bu ustad dərsimizin planına nəzər salaq. Biz 5 əsas mərhələdən keçəcəyik. Daxili kompas və dözümlülük, yeganə həqiqətə fokuslanmaq, sosial əlaqələrdə dürüstlük, mənəvi qohumluq iyerarxiyası və sonda bəlkə də ən vacibi qəsssiz səhv etmək hüququ. Birinci dayanacağımız daxili kompas və düzümlülük. Hər şeyin təməli məhz buradadır. Rəhbərin öz daxili vəziyyəti. Axı özü sarsılan bir rəhbər icmanı necə ayaqda tuta bilər, elə deyilmi? Gəlin görək bu mətin rəhbərdən xarici təzyiqlərə tab gətirmək üçün hansı 3 addımı tələb edir. Birinci, daxili gücü yalnız yaradandan almaq. İkinci, şəxsi istəklərə deyil, ali prinsiplərə tabe olmaq. Və üçüncü, ikiyüzlülərə, inkarçılara qətiyyən məhəl qoymamaq. Yəni, kənardan gələn bütün o səs-küyü söndürüb, tam olaraq missiyaya köklənməlisiniz. Bütün bu prosesin nüvəsi, başlanğıc nöqtəsi bu qısa, amma bir o qədər də dərin mandatda gizlidir. Və Allaha təvəkkül et, vəkil olaraq Allah yetər. Bilirsinizmi, bu nə deməkdir? Bu, istənilən icma rəhbəri üçün əsas lövvərdir. Siz rəhbər olaraq əlinizdən gələni edirsiniz, amma yekun nəticənin o ağır yükünü öz çiyinlərinizdən atıb mütləq bir gücə təhvil verirsiniz. Məhz bu yanaşma rəhbəri tükənməkdən xilas edir və ən çətin böhranlarda belə ona heyrətamiz bir daxili rahatlıq bəxş edir. Buradan isə keçirik ikinci bölməmizə, yeganə həqiqətə diqqət. Bəs yaxşı, bu daxili rahatlıq necə tək və kəskin bir fokus yaradır? Mətn bunu çox maraqlı, heyrətamiz dərəcədə birbaşa bir metafora ilə izah edir. Allah bir adamın daxilində 2 ürək yaratmamışdır. Bəli, bu sadə bir bioloji faktdır, lakin əslində çox kəskin bir mənəvi xəbərdarlıqdır. Yəni, bölünmüş sədaqət deyə bir şey yoxdur. Bu qeyri-mümkündür. Siz eyni anda 2 fərqli, bir-birinə zid istiqamətə tam sadiq qala bilməzsiniz. Gəlin açıq danışaq. Siz eyni anda həm mütləq həqiqətə xidmət edib, həm də kütlənin o saxta təzyiqlərinə boyun əyə bilərsinizmi? Qətiyyən xeyr. Əgər daxilinizdə o 2 ürək varsa, yəni sizi idarə edən bir-birinə zid 2 fərqli motivasiya, deməli siz əsl lider deyilsiniz. Bölünməz sədaqət o deməkdir ki, mentorun yalnız və yalnız bir aydın kompas olmalıdır. Sizi idarə edən prinsipləri heç vaxt kütlənin şıltaqlıqlarına qurban verə bilməzsiniz. İndi isə diqqətimizi icma daxilinə yönəndirik. Üçüncü bölmə, sosial əlaqələrdə dürüstlük. Məsələ fərdlərdən çıxıb icma səviyyəsinə gəldikdə, mətn cəmiyyətdəki illüziyaları, saxta anlayışları sözün əsl mənasında darmadağın edir. O dövrün bəzi adətlərini bir anlıq təsəvvür edin. Kişilər həyat yoldaşlarından ayrılmaq üçün onlara "sən mənə anam kimisən" deyir və ya tamamilə yad insanları rəsmən öz doğma oğulları elan edirdilər. Mətn isə deyir ki, bir dəqiqə dayanın, zövcəni ana adlandırmaq onu ana etmir axı. Yaxud övladlığa götürülmüş uşağı bioloji oğul adlandırmaq reallığı dəyişmir. Bunlar sadəcə ağzınızdan çıxan havadan ibarət sözlərdir. Yalançı titullar və nəzakətli uydurmalar üzərində qurulmuş icma gec-tez çökəcək. Məhz buna görə də əsl mentor bizdən hər şeyi mütləq şəkildə öz əsl adıyla çağırmağımızı tələb edir. Onları öz atalarının adları ilə çağırın. Bu, daha ədalətlidir. Bu sadəcə kiminsə atasının adını çəkmək deyil, bu köklü, sarsılmaz bir dürüstlük tələbidir. Keçmişi, kökü və həqiqəti silməyə çalışmaq, icmanın sağlam strukturunu zəhərləyir. İnsanların xoşuna gəlsə də, gəlməsə də, ədalət, həqiqəti olduğu kimi qəbul etməklə başlayır. Təməli yalan olan yerdə etibar necə ola bilər? Lakin məhz bu nöqtədə mətnin heyrətamiz dərəcədə şəfqətli bir tərəfi üzə çıxır. Yaxşı, bəs insanın atasının kimliyi bilinmirsə? Ya da bioloji həqiqət tamamilə itib atıbsa necə olacaq? O adam icmadan kənarda qalacaq. Qətiyyən, məhz burada əsl icma dövrəyə girir. Belə vəziyyətdə o insanlar dimli qardaşlarınız və etibarlı müttəfiqləriniz hesab olunur. Fikir verirsinizmi?
qan bağın yoxdursa belə, sən tək və kimsəsiz deyilsən. İcma səni bu güclü, ləyaqətli mənəvi ailə ilə qucaqlayır. 4-cü bölməmiz mənəvi qohumluq iyerarxiyası. Gəlin görək ictimada prioritetlər necə tənzimlənir. Makro səviyyədə baxanda icmadakı bu fərqli bağları necə balanslaşdırmalıyıq? Bir tərəfdə mənəvi sədaqətin o nəhəng çəkisi dayanır. Peyğəmbər və ya mənəvi rəhbər sənə özündən də yaxındır. Digər tərəfdə isə bioloji qan qohumlarının praktiki hüquqları və ehtiyacları var. İlk baxışdan elə görünür ki, bu ikisi toqquşur, düzdür? Bəs onlar eyni sistemdə necə vəhdət yaradır? Əslində bu, mükəmməl balanslaşdırılmış bir ekosistemdir. Baxın, mərkəzdə mənəvi liderliyə və sədaqətə mütləq üstünlük verilir. Mənəvi analara dərin ehtiram göstərilir. Amma bütün bunlarla yanaşı, qan qohumlarının, deyək ki, miras və ya digər maddi hüquqları da öz qüvvəsində qalır. Onlara toxunulmur. Və ən nəhayət digər bütün müttəfiqlərə qarşı gündəlik, sosial xeyirxahlıq unudulmur. Bu fərqli təbəqələr bir araya gələrək cəmiyyəti elə möhkəm toxuyur ki, onu daxildən dağıtmaq qeyri-mümkün olur. Və nəhayət, 5-ci, sonuncu bölməmiz. Qəsdsiz səhv etmə hüququ. Bütün bu qatı dürüstlük və nizam-intizam qaydalarından danışdıq. Bəs kimsə bilmədən bu qaydaları pozsa necə olacaq? Axı biz insanıq, dilimiz sürüşə bilər, kiminsə adını səhv sala bilərik. Burada mentorun o sərt həqiqəti necə dərin bir empatiya ilə tənzimlədiyinin şahidi oluruq. Bu sistemdə ədalətin yeganə ölçü vahidi niyyətdir. Əgər səhvən, heç bir pis qəsd olmadan bir şey etmisinizsə, tam bağışlanırsınız, qınama yoxdur. Amma yox, əgər qəsdən, bilərəkdən saxtakarlıq edirsinizsə, bax o zaman tam məsuliyyət daşıyacaqsınız. Bu dürüstlük və strukturun zirvəsində çox böyük, həlledici bir həqiqət durur. Yaradan, özü bağışlayan və rəhmli olduğu üçün yaratdığımız bu icma da səmimi insan xətalarına qarşı eyni mərhəməti göstərməlidir. Axı heç bir icma yalnız qorxu, sərt mühakimə və cəza üzərində davam edə bilməz. Həqiqi birgə yaşayış, dürüstlük tələb etdiyi qədər, yıxılanı əlindən tutub qaldırmağa hazır olan şəfqəti də tələb edir. Bütün bu izah etdiklərimizdən sonra gəlin bir anlıq durub düşünək, əgər bugünkü öz icma əlaqələrimiz, dostluqlarımız, ailə və iş münasibətlərimiz bu cür mütləq dürüstlük testindən keçirilsəydi, bizim bağlarımız həqiqətən nə dərəcədə güclü çıxardı? Biz reallığı olduğu kimi cəsarətlə qəbul edirik, yoxsa öz uydurduğumuz o nəzakətli, amma saxta illüziyalara sığınırıq? Bu mentorluq dərsi sizin əlaqələrinizə necə təsir edə bilər? Bu barədə mütləq düşünün. Bu kəşf yolculuğunda bizimlə olduğunuz üçün təşəkkürlər.